Əsas tərəddüdlərdən biri birinci mərtəbə ilə bağlı olan köhnə stereotiplərdir. İnsanlar düşünür ki, qışda rütubətli, soyuq, yayda isə həddindən artıq isti olmasıdır. Greenville-də bu məsələlər artıq texniki həllini tapıb və əvvəlki anlayışlar aktual deyil. Eyni zamanda dünyada bağçalı mənzil konsepti artıq trenddir, yerli bazarda buna doğru inkişaf edir. Bəli, tamamilə dəyişib. Yeni nəsil yaşayış komplekslərində birinci mərtəbələr xüsusi konstruktiv həllərlə inşa olunur. Düzgün izolyasiya, gücləndirilmiş döşəmə qatları və planlanma yanaşması tətbiq edilir. Fərq düzgün izolyasiyadadır. Keyfiyyətli beton konstruksiyalar və Alman istehsalı şuko pəncərələri istilik itkisini minimuma endirir. Xüsusilə bağçalı mənzillərdə döşəmə və divar izolyasiyası əlavə olaraq gücləndirilir. Nəticədə bu mənzillər rütubətli və ya soyuq deyil. Əksinə, sabit temperatur və sağlam yaşam mühitini təmin edir.